Salam kanalımın izləyiciləri. Bugün mən Aminə Baba və yenə də sizi yeni dərsdən salamlayıram. Deməli, bu günləri bizim yenə də safhəcə nömrələrimiz olacaq. Nömrələri biz çalıb və oxumağa çalışacağıq. Deməli, gəlin baxaq. Bugünkü nömrələrimiz 566 və 567. Baxaq. Mən sizə göstərim. 566 və 567. Gəlin baxaq görə hansı da 566-dan başlayaq. Baxaq. Əvvəlcə istəyirsinizsə yaxına şəklini çəkin ki, gəlin baxaq. 566. Görürsünüzmü? Görürsünüz. Gəlin baxaq. Gəlin baxaq. 2 kərə sayılır. Deməli, 2 əlin hər bir və 2. 1 və 2. Qalxır. Mi, fa, fa, la, sol. Mi, fa, fa, la, sol. Mi, re, sol. Sol, mi, mi, fa, fa, la, sol, fa, mi, fa, fa, la, sol, fa, mi, re, sol, mi, mi, fa, fa, la, sol, fa, mi, re, fa, mi. Bəli, mi, fa, fa cezlər görürsünüzmü? Xromatik. Do majorda görürsünüz. Başlayaq. Xromatik. Görürsünüz, xromatik keçici səsdən istifadə olunur. Deməli, yenə də 1 və 2 səs gedir mi, fa. Bir əl hərəkətinə, digər 2 səs də digər əl hərəkətinə gedir. Mi burada görürsünüzmü? Yarım notdur. Görürsünüzmü? Ağ notdur. 3-cü, 4-cü xanədə. Görürsünüz. Deməli, mi. Görürsünüzmü? Deməli, yarım notdur. Deməli, biz onu 1 və 2 və salacaq. Deməli, 2 əlin hərəkətində deməli, gedəcək onu. Mi, fa, fa, la, sol. Fa, mi, re, sol, mi. Görürsünüz? Mi, fa, fa, la, sol. Fa, mi, re, fa, mi. Mi, mi, do, si, la. Mi, fa, sol, la, sol. Mi, fa, sol, la, sol. Burada ne üçün? Çünki hər bir neydi? Çərək idi. Mən tez çaldım, üzürlüsən. Mi, fa, sol, la, sol. Sol yarım notdur. Re, mi, fa, la, sol. Fa, mi, re, fa, mi. Re, mi, fa, la, do, la, fa, mi, sol, re, do. Gördünüz mü? Deməli, nə oldu? Bu nömrəni də biz oxuduq. Sonra baxaq ona. Sol, sol, fa, mi, fa, fa. Si, 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 la, la, sol, fa, la, sol. Fa, 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 sol, fa. Mi, mi, re, do, re, re. Do, mi, re, si, si, si. Fa, do, do, do. Re, do, si, la, sol. Si, la, sol, fa. Re, do, si, la,
musiqi nömrənin, baxın göstərim sizə bundan. 567 aşağıdakıdır. Görürsünüz, 1 və 2 və 1 və hə, görürsünüz 2 dənə 16-lıqdır. Baxın, 16-lıqdır, görürsünüz. Bu da 1 və 2, 2 və 1 və 2 və 1 və 2 və 1 və 2. Görürsünüz, sizin yanında nöqtə var. Demişəm, nöqtə onda nə deməkdir? Nöqtə o deməkdir ki, notun yarısı qədər saxlanılmalıdır. Si ilə. Görürsünüz? Görürsünüz? Burada deməli 2 dənə də 16-lıq olmalı, düzdürmü? Bu belə olmalıdır. Bunun yerinə bu belə bir şey olmalıdır. Görürsünüz? Bunun yerinə elə bil ki, bax nöqtədir. Görürsünüz? Bunu verir ancaq. Si, la, la, sol, fa, la, sol, fa, sol, fa, sol, 1 və 2 və 1 və 2 və 1 və 2 və 1 və 1 və 2 və 1 və 2 və 1 və 1. Görürsünüz, 1 və 2 və hə. Görürsünüz, 1 və 2 və 1 və 2 və 1 və 2 və 1 və 2 və. Gördünüzmü? Gəlin baxaq, düz yolu da götürək. İçəriyə 1 və 2 və 1 və 2 və si bemol majordadır. 1 si bemol re fa mi bemol re mi bemol do mi bemol sol fa mi fa si bemol la sol fa sol mi re do mi re si do mi re do mi bemol re si bemol fa do re do si bemol la sol fa re do si bemol la sol fa si bemol la sol fa si bemol la re do si bemol la sol fa. Mən burada nə yapacağım? Yəni onu bir üzülürsən. Deməli nədir? Re do si la sol fa si bemol la sol fa re do si bemol la sol fa sol mi sol fa re fa mi do la do si la si. Bir de si mi si re noktadan çağıran bir birisi si re si re mi si re fa mi re do mi sol fa mi fa si la sol fa sol fa mi re do mi re si fa do re do si la sol fa sol mi sol fa re fa mi do la do si la si. Gördünüz mü uşaqlar? Deməli, bu nömrəyə də baxdıq. Deməli, si bemol re fa mi bemol re fa
fa, mi, re, mi, do, mi, sol, fa, mi, fa, si, si, la, sol, si, la, sol, fa, la, sol, fa, mi, fa, sol, fa, mi, re, do, mi, re, si, fa, do, re, do, si, la, sol, fa, sol, mi, sol, fa, fa, mi, la, la, si, Görürsünüz? Deməli, bu nömrələri də oxuduq, 2 nömrəni də oxuduq sizinlə. Kanalımıza abunə olmağı unutmayın. Dərslərimizi izləməyi unutmayın. Bizimlə qalın. Fikirlərinizi yazıb bildirə bilərsiniz. Yəni hansı daha nələr istəyirsinizsə görmək, onu kanalımıza daha nə bilmək istəyirsinizsə onu yazıb bildirə bilərsiniz. Kanalıma abunə olun, bəyənməyi unutmayın. Sağ olun ki, izlədiniz.